Salam. Bu videoya baxandan sonra düşündüm ki, mən də necə deyirlər, öz 5 qəpiyimi bu mövzuya təqdim edim. Əvvəlcə gəlin qısa bir fraqmenti bir yerdə izləyək. YouTube'da, televizorda nəyə baxırsan? Kinolara. Kinoların adları nədir? Sahipsizlər. Eşrefliyə. Nə? Eşrefliyə. Bəli, özünüz də görürsünüz ki, az yaşlı məktəblilər boş vaxtlarında valideynlərinin baxdıqları türk seriallarını izləyirlər. Şəxsən mən heç vaxt türk serialı izləməmişəm, baxmayaraq ki, bəlli bir yaşım var. Çünki istənilən türk serialının 20 saniyəsindən sonra mütləq bir qışqır, bağır, bir aqressiya var. Və sanki türklərin bax bu əyləncə industriyası ancaq qışqırmağın, bağırmağın üstündədir. Çox böyük aqressiya var. Və mən başa düşürəm, bəzi valideynlərin həvəsi yoxdur, hövsələsi yoxdur, o qədər də uşaqlarla məşğul olmaq istəmirlər. Hər kəsi başa düşürəm və heç kimin həyatına da müdaxilə etmək istəmirəm. Amma müdaxilə etmək istədiyim odur ki, belə az yaşlı məktəblilərin belə aqressiv, belə çığır-bağırla dolu olan filmləri izləməsidir. Və nəzərə alın ki, insan beyni, neyronları ona təqdim olunan hər şeyə zamanla öyrəşir. Bir təsəvvür eləyin, 15-20 ildən sonra bax bu balaca körpələr cəmiyyət içində, ev içində, ailədə və yaxud elə gələcəkdə öz qurduqları ailədə özlərini necə aparacaqlar, davamına baxın sorğunun. İşdən kinaya, bir də uzaq şehir kinodur, ona baxıram. Sonra başqa şey baxmıram, ən maraqlısı olur. Birinin adı Sözdür. Sən ona nə üçün baxırsan? Sən amma niyə maraqlı gəlir sənə? Orada əskərlər var, elədir. Filmlərə baxmıram, amma sahipsizlərə baxıram. Sahipsizlərə baxırsan. O nə kinosudur ki? Sahipsizlik, yəni sahipsizlər də nədir? Anam baxanda mən də baxıram.